Yaxşıyam, yaxşıyam. Siz necəsiniz, nə qarsınız? Qaynanam gil gediblər, canlar, şeyə gediblər. Ardahan'a gediblər. Taşların adı nə? Taş. Beyaz taşda, beyaz taş yazsanız siz de bulursunuz zaten. Trendyolda çiçekler için. Çok değil de sizin bildiğiniz normal taşlar değil de kızlar bilmirsiniz bu gülün etrafına tökürler. Hatta saksıya da tökürler bile üzerinde ağ beyaz kalsın diye. Ondan. Ben de deli değilim normal taşa pul veririm. Ben onu hardan tapım buradan? Diş həkimin kimdir? Diş həkimim Hüseyin bəydir canlar. Doktor Hüseyin Nərmanovda yerləşir. Parkın yanında. Nərmanov Parkının yanında mükemmel bir doktordu. Mükemmel. Aylar nədir? İldən artıqdır. Mən bitirmişəm. Dişlərimi düzəldibdir sağ olsun. Çox razı qalmışam. Çox razı qalmışam. Və tövsiyə də eləyirəm. Bugünə qədər heç problem çıxmayıbdı. Lensini nereden aldın? Mən bu lensi hardan almışdım? Bunu Gürcüstandan sipariş eləmişdim canlar. Gürcüstanda olanda almışdım. Bakü'de, dişlerimi Bakü'de. Rengi nedir? Neyin dişimin rengi? Ağdı da ne olsun? Sarı mı koyduracaydım? Bir lensin adını bilmirəm. Elə şəkildə görüb almışdım. Hə canlar ne olar yani paylaşa bilərim zəhmət olmasa. Zəhmət olmasa hamı aşağıdan paylaşım butonundan yayını paylaşa bilərmi? Makyaj mı? İndi mən bugün öz baxma eləmişəm deyə gedək makyaj mı eləyək? Əslində mən sizlə çoxdan da makyaj yayını eləmək istəyirdim ha. Amma indi gecə mən niyə makyaj eləyim? Dəliyəm mən. Hə, bax, necə mənə qaza gətirirlər. Üzüm də tam makyaja hazırda, elə gözəl nəmlənibdir. Valla, canlar, əvvəllər mənim üzlərim çox yaxşı değildi, bilirsinizmi? Üzlərim yaxşı olmadığı üçün sürdüyüm heç bir tonalini, yəni fondöten, heç bir tonalini mənim üzümdə oturmurdu. Oturmurdu dediyim, qızlar bunu bilərlər. Dəri qusturur onu. Dəri onu qusturur, qəbul eləmir, bilirsən? Onda da üzündə çox pis durur. Mənim dərim əvvəl elə idi. İnanırsınız, yəni mənim aldığım kremlər şükürlər olsun sonunda düzəldə bildi bu üzümün dərisini. Əvvəllər çox diqqət eləmirdim. Bəzən makyajda yatdığım vaxtlar da olubdu. Ona görə də ərinməyin. Heç vaxt makyajla yatmayın. Heç vaxt. Bu sizin facianız olar. Bax, ərgənlikdə da indi balacasan, 17-16 yaşın var. Hələ makyajla yeni tanış olursan, önünə gələni sürürsən üzünə. Heç xəbərin də yoxdur onun içində nə var, nə yox. Baxım da eləmirsən. Hələ yetmirmiş gibi sonra təmizləmirsən də. Yəni sadəcə sildim, bitdi deyil. Onun dərinləməsini təmizləmək lazımdır. Mən onları etməyə üzlərimi məhv eləmişdim. Sonra təbii getdim, doktorlar da var. Dəri üçün getdiyim çox doktor oldu. Çox Bakıda da oldu, Gürcüstanda da oldu. Onların çox təbii ki də yararı var. Sağ olsunlar. Bir də yetmirmiş kimi özüm də çox baxım elədim. Bilirsən, çox kremlər aldım, çox maskalar aldım. Ona görə də biraz düzəldi. İndi dərim yaxşıdır deyə
Ne makyaj eləyirəm, üzümdə çox gözəl oturur. Daha o pahalı fondöten almayıp ucuzlu bir fondöten sürsem bile o bile üzümde çok güzel oturur. Ama evveller hansını alırdım heç biri üzümə düşmürdü. Valla elə stresliydim. Çok önemlidir. Üzünüzün dərisinə diqqət eləyin. Valla yaş artdıkça peşman olursan. Deyirsən ki, keşke o vaxtından doğru düzgün kremler istifadə eləsəydin, baxsaydın. Ama gece olur da bilmirsən. Bilmirsən. Mən hal-hazırda istifadə elədiyim La Roche'dur. La Roche'un demək olar ki, A'dan C'ye qədər hər şey var. Hər şey var məndə. Serumları, kremleri, güneş kremi, ne bileyim nemlendiricisi. Çünkü bir de üz yüme jeli. La Roche'a çok takıntılıyım. Bir kremini beğendim. O kremden sonra La Roche'un her şeyini almaya başladım. Ben hamısından memnun kalmışam. Hiç benim için bir problem yaratmadı. Ama deriden deriye çok fark var. Siz beğenmeyebilirsiniz. Ben hal-hazırda istifadə elədim tek şey La Roche'dur. Bir de indi serumlar sipariş eləmişəm Vivia'dan. O yeni deneyeceğim. Onu hiç denememiştim bugüne kadar. Sadece onun C vitaminini çok övdüler. Dedim alım görüm necədir. Baxa görə necə çıxacaq. Hangi krem? Canlar ne bileyim çoxdur. Çoxdur da fərqlidir. Sizə hansı lazımdır? Bir bak lütfen. Efendim baxıram. Tiryaki teşekkür ederim. Çok sağ ol. Ne olubdu? Hara baxmay xanım. Tiryaki teşekkür ederim. PKL valla sıralama saatlikdir diye insan baxır, hiç sıralamada olmuram. Melo teşekkür ederim. Melo, PK'ya girmeden önce bence bir yayını paylaşayım. Yayını paylaşacağımlar. 1000 olsun, 1K olsun. Abura 1K olsun. Sonra PK'ya girerik. Tiryaki teşekkür ederim. Mən doktor deyiləm, mən bilmirəm canlar. Birdən mən sizə bir şey deyərəm, sizin sivilcələriniz daha da çoxalar. O üzdən üzə çox fərqlidir. Doktorun yanına gedin. O sizə necə bir dərmanlar yazarsa ona göre devam edersiniz. Alakran teşekkür ederim. Çok sağ ol. Bakar mısın? Hara baxma. Baxıram da. Boy, Allah sen saxla. Bugün bizim çete ne oldu? Saçın rengi nedir? Mirkelem abi, Kader burada mısın Kader? Bu saç rengi beni mahveledi. Ne yapayım, gedim saçımı qarıya mı boyadım? Canlar, saçımın rengi bilmirəm nədir, kumraldı, nədir, bir şeydi. Vallahi özüm boyamamışam. Boyayı özüm alsaydım size göstererdim. Vallahi kuaförde yapıftılar. Hiç bilmirəm ne sürüfler. Ama mükemmel bir renk. Furki dışarıda. İyi ki varsın Niya. Teşekkür ederim Meryem. Sen sabahtandır bakar mısın dediğin bu muydu? Bunu yazmak için bakar mısın derdin. Dümdüz de yazabilirdin Meryem. Niye özneyle yorursan? Saçlarını kestin mi? He, kesmişim. Saçlarım hələ də ıslaqdır. Ona göre belə görsənir. Islaqdır hələ. İçləri ıslaqdır. Üzü quruyubdur. Yemekte ne var? Vallahi yemeği yemişik. Bugün pilav ciğer yaptım. Ciğer çoktan yememiştik ciğer. Aylar oldu. En son ne zaman ciğer yemiştik hatırlamıyorum. Dolapta da var idi. Furki alıp buzluğa atmıştı. Onu yaptım, yedik. Vallahi çok güzeldi. Ele yedi. Yedik, sonra da Furki dışarı çıktı. Ben de dedim bir yayın açayım.
Eləyəyim mi makyaj? Ay Allah'ım ya Rabbim, sonra peşman olacağım bilirim ama